Sizdə bu günlərin nə qədər eksponat var? 2000 sərgilənir, 9000-ə yaxına, 7000-ə Yox, yaxına. 7000 yaxın bizdə eksponat var. Hə, Ekspozisiya zamanında da 2000 yaxın. Belə. aydındır. Və muzey nə vaxtı fəaliyyətə başlayıb? 1981-ci ilin 29 noyabrında fəaliyyətə başlayıb. Muzeyin iş direktoru, deməli bizim zonada, Cənub zonasında ilk əməkdar mədənisi fəxriyyədən almış Mirəzi Rəfiyev oldu. Mirəziz Rəfiyev. Mirəzi Rəfiyev, bəli. Hə. Mirəzi Rəfiyev də deməli əmək və müharibə veteranı olaraq yardımında bir çox məsul vəzifələrdə işləyir. Hətta ikinci o vaxt deməli raykomda ikinci katibə qədər vəzifəsi qalxıb. Yüksəlib. Maarif şöbəsinin müdiri, Aha. kolxoz sədri, yəni mühüm vəzifələrdə işləyib, təmənnasız. Bəli. Bu təmənnasız demək xalqa xidmət eləyib. Yəni ondan sonra deməli mərhum Əli İskəndərov direktor. O ikinci direktordur da, ikinci direktor. Hazır verirlər 28-də köçmüşük. 2008-də köçmüsünüz. 2007, əslində 2007-də gəlmişik. 2007-ci il. Köhnə amma vardı ya. Köhnə bina var. Bu deməli bura sklad olub əslində. Rayfonun skladı olub. Hə. Bunun arxa tərəfin deməli saxlayıblar. Bunu indi bizdə biraz şəraitsizlik var. Yəni şəraitsiz deyəndə rütubət bu yağış stadionunda bizim rayonda spesifik bir dövrdə. Yəni binanın üstü bizdə el sözü var. Taxır bina. Yəni bu ona görə yağış stadionunda biraz su damır həddindən artıq. Bu da məsələn bizdə qədim orta əsrlərə aid eksponatlar, qədim orta əsrlərə aid eksponatlar nümayiş olunur. Buradasa. Bəli. Və burada da deməli su borularıdır, qədim su boruları. Bu yardımlı ərazisindən çıxanlar. Yardımlı arasında çıxıb bunları təqdim edib adamlar. Deməli bizdə də respublika əhəmiyyətli eksponatlar var, bir də rayon daxili eksponatlar var. Yerli əhəmiyyətli. Yerli əhəmiyyətli, bəli, eksponatlar da mövcuddur. Bu nədir? Küpdür. Bu küp. Bilirəm, bu nə üçün? Bu əslində biz əvvəl dedilər bu küplər idi. Təsərrüfatda istifadə olunur. Təsərrüfat etmir. Əvvəllər biz bunu alim gəlmiş, tarixçi alim, əvvəl dedi ki, bu küp qəbirdir. Hə, hə. Üstəlik də olan sal daşıdır. Sonra məlum oldu ki, küp qəbir deyil. Yəni belə təsərrüfat mənşəlidir. Onda bu son dövrlərin məsələləri. Son dövrlərdə. Burada əkinçilik məsələləri. Burada deməli, bəli, bu dəmirçilikdir, əsasən kənd təsərrüfatına aid olan eksponatlar nümayiş olunur burada. Hə. Yəni bu günə qədər yəni istifadə dəhnədir, sonra bunlar yarım kövüzdür. Yarım kövüz də hardasa bir 6 kiloqramına qədər orada taxa tuturdu. Hə. Sonra bu deməli çotandır, onun xışıdır. Bəli, bunlar hamısı dəhnədir. Bu da deməli o vaxtları dəryazdır. Dəryazda elə indi də tədricən yığışdırırlar. İndi o motor deyilən bir alət çıxıb, ot biçini ondan istifadə edirlər. O qədim abidə hansı idi? O daş balıqdır, bəli. Daş balıqdır. O alimlər onu deyirlər ki, onun tarixi 25 milyonlar qədər əhatə edir. Bizdə avaral deyilən, deməli, bu unikal bir eksponatdır. O vaxt, deməli, gəldilər ASTV bütün kanallar çəkdi. Bizdə, deməli, bölkən yığımında bizdə avaral deyilən ərazi var. Əvvəli şey olub, şəhər olub, avaral. Hə. Avaral şəhər olub, sonra orada o şəhər, Azərbaycan ensiklopediyasında avaral haqqında məlumat var. O yerləşdirilib ora. Bəli. Avaral qədim şəhər olub. Artıq oradan daha... O sizin ərazidir? Bəli, bizim ərazidir. İran İslam Respublikasının həmsərhəd. Hə, sərhəddə yerləşir. Sərhəddə yerləşir, hə. Yəni orada yəqin eşilərsə Qaracı dağı da var. Bəli, bəli. Sərhəddən o tərəfə Qaracı dağı var. İrana məxsusdur. Sərhədə biraz yaxındır. Ümumilikdə bu saatları burada sərgilənir 2000-ə yaxın eksponat. Bəli, o 2000-ə yaxın eksponat sərgilənir. Məhşət etnografi bölməsidir bu. Deməli, bizdən Miləcəddin ağa olur, Seyid, uğurlu uşaq olsun. O gətirib kəl arabasının təkərini verir. Biz burada rəhmətli, Allah rəhmətli Əli müəllim muzeyin direktoru, yəni biz onu səy elədik, bu deməli arabada, bu kəl arabasını. Bərpa elədiniz də? Bərpa elədik, hə, bərpa eləmişdik.
O dedim mənim babamın babasından qalıb. O da hardasa dedi ki 1860-cı illər əhatə eləyir. Hə, Bu elədir. da yardımın deməli o ne derler ilk quruculuğu 1900-cu illərin əvvəllərində ilk dəfə quruculuq illərində olan şəxsiyyətlərin, yəni o dövlət adamlarının, elə də bəzi şəxs